Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın rezinka hissəsinin toxunmasını istəyirəm göstərim. Bunu da jiletə, jaketə, svitrə, ətəyinə toxuya bilərsiniz. Toxunması çox asandır. Ürəyiniz nə istəsə onu da toxuya bilərsiniz. Bu hissəni göstərən deyiləm. Bura düz toxunuşdur adı. Tərs üzündən də formadadır. Tərs. Bu hər iki üzdən eyni toxunur. Hər iki üzdən də eyni görsənir. Rezinka hissəsi. İndi bunun üçün milimin üstünə yığıram. İlməkləri cüt yığıram. 2 ilməkdən əmələ gələn bir rezinkadır. İndi qısa formada yığacağım bunu milimin üstünə. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək yığıram milimin üstünə. Buradan da bir düğün atıram belə. İndi buradan elə birinci sıradan başlayıram toxumağa. Birinci ilməni götürürəm, toxuyuram birinci ilməni də birinci sıra olduğuna görə. Buradan bu 2 ilməni arxasından götürürəm belə. Bir ilmək çıxardıb, sonra bu 2 ilmənin içindən çıxardıram bir ilmək. Formada. Yenə də bu 2 ilmənin arxa tərəfindən bir ilmək çıxardıram. Sonra bu 2 ilmənin içindən çıxardıram. Bütün ilməkləri axıra qədər belə toxuyuram. Çıxardım, sonra içindən, 2 ilmənin içindən. Yenə arxa tərəfdən bir ilmək çıxardım. Sonra bu 2 ilmənin içindən çıxardım. Bu sıranı axıra qədər belə toxudum. Axırıncını da içərdən çıxardım. Kənarı da tərs toxudum. Formada. İndi tərs üzdən də yenə eyni şeyi təkrar edirik. Kənarı götürürəm, toxumadım. Sonra bu 2 ilmənin arxasından götürürəm. Sonra içərisindən götürürəm. Hər iki üzdən eyni. Yenə bunu arxa tərəfindən götürdüm. Sonra ilmənin içərisindən. Hər iki üzdən eyni toxunur. Heç bir dəyişiklik olmur. Yenə axırıncını da formada toxudum. Kənar ilməyi də tərs toxudum. Düz üzdən yenə indi bir sıra toxuyacağım. Bu görünsün də rezinka hissəsi. Yenə kənarı götürürəm. Heç bir dəyişiklik olmadan arxadan çıxarıb sonra içərisindən bir ilmək çıxardıram.
Kənarı da yenə tərs toxudum. İndi bir sırada tərs üzdən toxuyuram. Toxunması da çox asandır. Toxuyandan sonra çox da belə qəşəng görünür. Jiletin, jaketin ətək hissəsində toxuya bilərsiniz. Yaxa hissəsində toxumaq istəyən toxuya bilər. Belə. Formada belə bir naxış alınır. İndi bu qısadır. Əvvəldən toxuduğum da bu formadadır. Belə. Bir rezinka alınır. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Sağ olun, gələn videomda görüşənə qədər.